Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün növbəti müsahibə suallarını paylaşım edirəm və növbəti günlərdə müsahibəyə gedəcək müəllimlərə dəstək məqsədi ilə bunları paylaşım edirəm və ilk öncə onu qeyd edim ki, müəllimlər, bizim videolarımıza abunə olub, daha sonra bəyənməyi unutmayaq və qeyd edim ki, müəllimlər, kimlər ki, MİQ və sertifikasiya hazırlaşan müəllimləri nəzərdə tuturam. Kimlər ki, MİQ və sertifikasiya hazırlaşır, onlar üçün nömrəmizi qeyd etmişəm. 051 437 38 67 nömrəsinə yazıb, kurikulum dərslərimizə qoşula bilərsiniz. Ödənişsiz dərslərimizə də artıq start vermişik və oktyabr ayından etibarən də artıq, yəni oktyabrın ilk 10 günlüyündən sonra artıq ödənişli dərslərimizə də start verəcəyik. Kimlər ki, qoşulmaq istəyir, qeyd edilən nömrə ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilər. Və sualları paylaşım edirəm. Sualları paylaşım etməmişdən öncə onları da qeyd edim ki, müsahibə mərhələsinə gedən müəllimlər icmallar əldə etmək istəyirsinizsə, yenə də həmin nömrə ilə əlaqə saxlayıb, yəni bunları da əldə edə bilərsiniz. 30 avqust müsahibə sualları paylaşıram və ilk sual. Təlim nəticəsi nədir? Təlim nəticəsi bir dərsin, yəni 45 dəqiqə dərs müddətidir və bir akademik dərs saatı 45 dəqiqədir. Bunun sonunda hansı nəticəyə gedib çatacağıq, onun öncədən müəyyən edilməsidir. Yəni, təlim nəticəsi dərsin sonunda şagirdlərin hansı bilik bacarıqları mənimsədiyini göstərən konkret göstəricidir. Yəni, öncədən müəyyən edilməsidir bu və belə bir sual ünvanlanıb ki, qiymətləndirmə meyarı nədir? Qiymətləndirmə meyarı şagirdin cavab və fəaliyyətini obyektiv qiymətləndirmək üçün əvvəlcədən müəyyən olunmuş göstəricilərdir. 4 səviyyə üzrə olur. 1-ci, 2-ci, 3-cü və 4-cü səviyyə və konstruktiv rəy nədir? Konstruktiv rəy isə şagirdin işinə həm müsbət yanaşmanı, həm də inkişaf istiqamətlərini göstərən dəstək xarakterli geri bildirimi nəzərdə tutur. Yəni, biz şagirdin ən aşağı səviyyənin şagirdi, yəni 1-ci səviyyənin şagirdi belə olsa, onun nə etdiyini vurğulamalıyıq, stimul alsın. Daha sonra nə etmədiyini həssaslıqla çatdırırıq və gələcəkdə nə etməli olduğunu ona bildiririk. Yəni, konstruktiv rəy idraka yönəlik olmalıdır, həssaslıqla çatdırılmalıdır və gələcəyə yönəlik olmalıdır. Yəni, spesifik rəy də elə konstruktiv rəyi nəzərdə tutur. İnteraktiv təlim nədir? İnteraktiv təlim müəllim və şagirdin aktiv əməkdaşlığına əsaslanan şagirdi dərs prosesinin fəal iştirakçısına çevirən təlim prosesidir, yəni təlim formasıdır. Burada deməli, interaktiv təlim deyəndə ilk ağlımıza şagird yönümlü təlim gəlir və burada subyekt anlayışıdır. Məsələn, ənənəvi təlimdə müəllim mərkəzli idi, burada subyekt obyekt idi, şagirdlər pasiv, müəllim isə informasiyanı hazır şəkildə şagirdə ötürürdü, şagird isə pasiv şəkildə onu qəbul edən tərəf rolunda idi. Amma hal-hazırda belə deyil, hal-hazırda hər hansısa bir məlumatı şagird bilmirsə, müəllim bunu hazır şəkildə şagirdə ötürmür, şagirdə istiqamət verir, şagird isə onu özü öyrənir. Yəni, bələdçi müəllim, fasilitator müəllim rolunda çıxış edir. Və refleksiyanın şagirdə xeyri nədir? Refleksiya şagirdə öz öyrənməsini təhlil etməyə, güclü və zəif tərəflərini görməyə və gələcəkdə daha səmərəli öyrənmə yollarını seçməyə kömək edir. Yəni, metakognitiv biliyi formalaşdırır. Həmçinin də metakognitiv bacarıqlar formalaşır şagirddə refleksiya zamanı. İki şagird arasında mübahisə yaşanarsa, direktor buna görə sizi danlayarsa, bu halda nə edərsiniz? Əlbəttə ki, hadisəni sakit şəkildə araşdırmaq lazımdır. Hər iki şagirdi dinləmək və problemi düzgün təhlil etmək lazımdır. Direktor qarşısında məsuliyyəti qəbul edib, izah etmək və vəziyyəti nəzarətə götürüb və təkrarlanmaması üçün tədbirlər görmək lazımdır. Və daha sonra şagirdin gündəliyinə nə yazılır? Əlbəttə ki, şagirdin gündəliyinə meyardan çıxarılmış rəy yazılır. Yadımızda qalsın. Planlaşdırma nədir?
Planlaşdırma isə planlaşdırmanın iki növü var. İllik və gündəlik planlaşdırma. İllik digər adı perspektiv, gündəlik cari planlaşdırma. İllik bir akademik il ərzində hansı fəaliyyətləri yerinə yetirəcəyik, onun öncədən müəyyən olunmasıdır və gündəlik planlaşdırma da dərsin sonuna gedib çatmaq üçün öncədən deyirik ki, məsələn, təlim nəticəsini öncədən şagirdlərə bildiririk və o nəticəyə gedib çatmaq üçün bir planlaşdırmamız olmalıdır. Bu da gündəlik planlaşdırmadır ki, hansı fəaliyyətlər yerinə yetiriləcək və o gündəlik planlaşdırmada öz əksini tapmış olur. Və eləcə də bir müdavimin, yəni müsahibə mərhələsinə hazırlaşdırdığım müəllimlərdən birinin göndərdiyi sual nümunələrini sizlərlə paylaşıram. İnfonun məzmun xəttləri, yəni informatikanın məzmun xəttlərini qeyd etmək istəmişdi müəllim. İnformatikanın, yəni fənninin məzmun xəttlərini soruşublar. Ona görə hər dəfə müsahibə dərslərində də müəllimlərə qeyd edirəm ki, müəllimlər bunları həqiqətən mükəmməl şəkildə öyrənin, köhnəni də bilin, yəni 5Y modelini də bilin. Bildiyiniz kimi öncə 7 mərhələli idi. Onları da bilmək lazımdır və 5Y modelinə uyğun olaraq da bunu da öyrənmək mütləq şəkildə vacibdir. Və alt standart. Alt standart isə bildiyiniz kimi, təhsil alanların bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bax, bunu soruşublar müəllimdən və summativ qiymətləndirmənin aparılmasına təmin edir, daim dəyişir, 4 funksiyası var idi. Təlimin məzmununun davamlı inkişafını təmin edirdi, inteqrativliyi təmin edirdi, təlim strategiyalarının seçilməsində mühüm rol oynayırdı, etibarlı zəmin yaradırdı və konstruktiv rəy, düzdür, öncə də onu qeyd etdim artıq və nümunə gətirmək deyilib. Əlbəttə ki, meyar, icmallar var ha, müəllimlər. O icmallar, gördüyünüz icmallarda meyarlar var. 4 səviyyə üzrə meyar müəyyən edilib. Həmin meyar üzrə şagirdlərə konstruktiv rəy yazırıq da biz məktəbli kitabçasına, şagirdin məktəbli kitabçasına və müsahibə mərhələsində də soruşulur ki, konstruktiv rəy verin meyar üzrə. Ümumiyyətlə, rəy vermək. Əlbəttə ki, bu da çox çətin bir proses deyil. Valideyn dərsdə oturmaq istəyirsə, bu halda nə edərdiniz? Əlbəttə ki, məktəb rəhbərliyi ilə əlaqə saxlamalıdır, icazə almalıdır, daha sonra sinifdə əyləşməlidir. Çünki dərsdə oturmağına valideynlərin, yəni biz müəllim tərəfindən icazə yoxdur. Bunu məktəb rəhbərliyi tərəfindən icazə alıb, əlbəttə ki, dərsdə iştirak edə bilər. Yəni övladının dərsində iştirak edə bilər. Şagirdlərdən yarıdan çoxu dərsi başa düşməyibsə, bu halda nə etmək olar? Əlbəttə ki, yarıdan çoxu dərsi anlamayıbsa, biz gələn alt standartlarda həmin mövzunu yenidən təkrar etdirə bilərik şagirdlərə və yaxud da ki, dərsdən sonra həmin mövzuda əlavə dərs prosesini pozmadan artıq əlavə olaraq da şagirdlərə bu barədə yenidən dərs keçə bilərik. İş üsulları haqqında sual veriblər. Hansı iş üsullarını daha çox istifadə edirsiniz? Əlbəttə ki, qeyd etməlisiniz ki, bütün iş üsullarından istifadə edirəm. Bu dərsin məqsədinə, alt standarta əsasən biz üsulları və iş formalarını seçirik dərsin məqsədinə uyğun olaraq və əlbəttə ki, məsələn, BİBÖ-dən istifadə edirik, daha sonra beyin həmləsindən, klasterdən, anlayışın çıxarılması, debat üsulundan, Bloom kubundan, proqnozlaşdırma, tap görüm, insert metodu, akvarium, karusel iş üsulu, düşün, cütləş, bölüş, paylaş, belə bir üsul var idi. Daha sonra auksiyon üsulundan daha çox ibtidai siniflərdə əlbəttə ki, bu istifadə olunur. Müzakirə xəritəsi, qərarlar ağacı, müxtəlif üsulların adlarını çəkə bilərsiniz. İlk öncə amma qeyd etməlisiniz ki, əlbəttə ki, bütün üsullardan istifadə edirəm. Yəni, burada mütəmadi olaraq bir üsuldan istifadə etmək və yaxud bir iş formasından istifadə etmək əlbəttə ki, doğru deyil. Perspektiv plan, bəli, ilk öncə də qeyd etdim, illik planlaşdırmanı da burada soruşublar. İllik planlaşdırmada bilirsiniz ki, bir akademik il ərzində hansı fəaliyyətləri yerinə yetirəcəyik, təlim nəticəsinə gedib, ümumi təlim nəticəsi olur o əlbəttə ki, onlara gedib çatmaq üçün əlbəttə ki, burada perspektiv planlama olur. Qiymətləndirmə meyarı, bəli, onu da
qeyd etdim öncədən. Belə müəllimlər daha çox bu tip suallar verilir. Ümumiyyətlə təlim nəticəsi nədir? Təlim nəticəsi nədən çıxarılır? Bildiyiniz kimi alt standartdan çıxarılır. Summativ qiymətləndirmənin aparılmasını nə təmin edir? Alt standart təmin edir. Geriyə planlamanın sxemi hansıdır? Geriyə planlamanın sxemi təlim nəticəsi, qiymətləndirmə meyarı və öyrənmə fəaliyyətləridir. Məsələn, desək ki, öyrənmə fəaliyyəti nədən çıxarılır? Öyrənmə fəaliyyəti təlim nəticəsi və qiymətləndirmə meyarından çıxarılır və yaxud da ki, qiymətləndirmə meyarı nədən çıxarılır? Qiymətləndirmə meyarı da təlim nəticəsindən çıxarılır və mövzu nədən çıxarılır? Mövzu isə alt standartın bilik hissəsindən çıxarılır. Beləliklə, müəllimlər, daha çox hansı suallar ünvanlanırsa sizlərə qeyd etdim. 30 avqust müsahibə sualları idi və siz də kanala abunə olub bəyənməyi unutmayın. Təşəkkür edirəm məni dinlədiyiniz üçün.